Ümid edirəm bu qara qızıl məndən inciməz. Çünki artıq onu dəyişmək zamanı gəldi. Diqqət, əgər siz də güclü, çox funksiyanal, ən əsası qiyməti çox münasib olan robot axtarışındasınızsa, onda bu paylaşımı mütləq axıra qədər izləyin. Yeni Mova P50 Pro Ultra modeli. Əvvəlki tostoranım 8000 paskal idisə, bu robot tostoran 19000 paskal gücə malikdir. Bu tostoranın xüsusi yuyucu vasitə yeri var. Bu isə çox robotlarda yoxdur. Əvvəlcə bütün evi skan edib xəritəni çıxardır. Sonra isə təmizlik işinə başlayır. Mən isə sizə özəlliklərini sayacağam. Robot künclərə yaxınlaşdıqda uzanan yan fırçasını çıxarır. Eyni zamanda mobları da yanlara açıla bilir. Çox vacib özəlliklərindən biri qaranlıqda işığını yandırması. Bu funksiya mənim əvvəlki tostoranımda yox idi. Ona görə də qaranlıq olsa azıb qalırdı. Süni intellektlə idarə olunması. Fikir verdinizsə qabağa getdiyi halda geriyə qayıdıb zibilləri götürdü. Xüsusən də xalçalı evləri çox təmizləyir, çünki çox güclüdür. 75 dərəcə isti suda moblarını yuyur və 45 dərəcə hava ilə qurudur. Ehtiyac görmədikdə mobları stansiyada qoyur. Mobların yuduğu zaman suyun çirklilik səviyyəsinə görə ehtiyac olarsa həmin ərazini təkrar təmizləyir. Tüklər üçün xüsusi kəsici fırçası var. Video kamera vasitəsilə 160-a yaxın döşəmədə olan əşyaları tanıyır. Adını çağırdığınız zaman səsli idarə etmə. İndi siz deyin, bu qədər funksiyanal robot tostoranı kim əldə etmək istəməz ki? Bu da mənim köhnə tostoranımdır. Onu da yuyub, təmizləyib, qablaşdırdıq. Yaxşı ki, qutusunu da atmamışdıq. Necə deyərlər, saxla zamanı, gələr zamanı. Bu tostoranlar hal-hazırda Texnohome-da çox qısa bir müddət ərzində nə az, nə çox 65% endirmə düşür. Baxın, səmimi sözümdür, çoxları məndən tostora maraqlanır. Həqiqətən də maraqlananda gördük ki, bu qədər özəllikləri və gücü olan digər tostoranların qiymətində həqiqətən də böyük fərq var. Səhifələrini təq edəcəm. Bu məhsulu bütün Texnohome filiallarından əldə edə bilərsiniz. Özünüzə dəyər verin, əziz xanımlar.